Salam əziz Sport 1 izləyiciləri, ötürmə yenidən efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı və daimi ekspertimiz Kamal Bayramov. Salam, xoş gördük bizi. Yerə Premier Liqada bir həftə başa çatdı. 18-ci tur artıq yekunlaşdı. Maraqlı 6 qarşılaşma izlədik. Çempionatın 18-ci turunun ilk oyununda Karvan Yevlaxda Sumqayıta 0-2 hesabı ilə məğlub oldu və Sumqayıt bu qələbə sayəsində öz sözünü dedi və göstərdi ki, Avrokubok mübarizəsində biz də varıq. Kamal bəy, oyunu şərh etmənizi xahiş edərdik sizdən. Ümumən Yevlaxdan, Karvandan danışsaq, Karvan demək olar ki, həqiqətən çempionata can verir. Bu son nəfəslərini verir, belə deyək. Yəni, çempionat hələ yekunlaşmağına çox var, amma biz belə bir qənaətə gəlirik ki, sən sağollaşıb, oradakı azarkeşlərin havasından da görmək bu asanlıqla sezilir. Sumqayıta gəldikdə Sumqayıt ilk oyununu güclü rəqiblə Tovuzan evdə məğlubiyyətindən sonra səfərdə toparlandı, xalını götürdü. Yenə də turnir zərvəlində öz yerini qorumağa çalışdı. İndi baxaq gələcək oyunlarda Sumqayıt bu fasilədə, çünki orada qeyd eləmişdik Sumqayıt təlim məşq toplanışında da zədəli oyuncuları var idi, has ki tam olaraq komandaya qoşulmamışdı. Yəqin ki, qışdan öncə gördüyümüz Sumqayıtı qışdan sonra da görə biləcəyik. Karvan artıq düşüb deyirsiniz, amma rəqəm olaraq, xal ehtiyatı olaraq 15 tur var qarşıda və Qəbələ, belə deyək, İmişli də artıq bu siyahıya qoşulmaq üzrədir. İmişli, Kəpəz, bu hətta Şamaxını da bir balaca əlavə edə bilərik. Bu komandalardan heç biri mi ucadaq gücdə deyil? Yox, bax, hal-hazırda görünən odur ki, yəni Karvanın bugünkü durumu digər klublara baxsın ki, Qəbələ qış fasiləsindən sonra 2 oyun ardıcıl qələbə, 2 oyunda vurduğu topların sayına da baxsın ki, komandada bir inam yaranıb və yeni gələn oyuncularda da komandaya uyğunlaşma prosesi tez gedir. Digər Şamaxını götürsək, Şamaxı yenə bir üst xalını qazandı, daha da yerini bərkitdi. Kəpəz də birinci Qarabağdan qələbədən sonra yenə məğlubiyyəti oldu, amma ona baxmayaraq nə qədər Karvandan hamısı qaçıblar qabağa. Ümumilikdə bir komandamız play-off oynayacaq, səhv eləmirəmsə play-off oynayacaq və düşən bir komandamız mən düşünürəm ki, yəni Karvandır. Üzülərək bunu deyirəm. Oradakı azarkeşlərə, oradakı insanların neçəli futbol sevgisinə mən yəni rahat şəkildə deyə bilərəm ki, Karvan Premier Liqanı tərk edəcək. Riyazi cəhətdən baxsaq şans var, amma burada bu futbolla, bu oyundan riyazi cəhətdən də heç bir şey hesablamaq mümkün deyil. Mən oyundan sonra Füzuli Məmmədov sual verdim. Dedim ki, gəlin düşünək ki, siz Karvanın baş məşqçisi deyilsiniz və biz ya verilişdə və yaxud da ki, jurnalist olaraq sizə müraciət edirik və bildiririk ki, 12-ci turdan gəlib Füzuli Məmmədov. 12 tura 5 xal yığan Azər Həşimovun göstəriciləri daha yaxşıdır, yoxsa son 6 tura, yəni 1 xal yığan Füzuli Məmmədovun bir mütəxəssis olaraq dəyərləndirmə aparsaq, hansı komandanın, hansı məşqçinin, hansı komandası daha yaxşı performans göstərirdi? Füzuli Məmmədov bildir ki, həmin komandada, mən pisləmək istəmirəm Azər Həşimovu, təbii ki, məqsədim bu deyil, amma həmin komanda fiziki olaraq boşluqlar var idi, fiziki göstəriciləri zəif idi komandanın. İndi bizim komanda fiziki olaraq daha yaxşıdır. İndi mən səndən soruşmaq istəyirəm, fiziki göstəricilər pis olmuş komanda, 5 xal yığan komanda mı, yoxsa fiziki göstəricilər yaxşı olub 1 xal yığan komanda mı? Bax, belə bir şey var da, məsələn, deyirlər ki, bu komanda yaxşı futbol oynamır, amma qələbələr var. Yox, bu bəxtə xudoddur. Valla, sezon sonunda kim necə oynadı, kim necə fiziki durumundaydı, kim çox qol vurdu, kim az çox oldu, heç bir şey önəmli olmur. Önəmli olan turnir cədvəlindəki yerin olacaq və orada turnir cədvəlindəki yerin sənin fiziki göstəriciliyində, texniki də, taktiki də, bütün göstəricilərin cavabıdır. Mən yenə öz fikrimdə qalıram. Yəni bu Karvan rəhbərliyinin böyük bir səhvidir. Düşünürəm ki, Azər Həşimovun vaxtında yəni komanda normal futbol oynayırdı və zirə ilə
2 dəfə önə keçmişdi, 3-2 uduzdular. Yəni müdafiədəki bəzi boşluqlar, o da qış fasiləsində məncə yeni bir futbolçular cəlb olunsaydı, daha da yaxşı ola bilərdi. Əgər vəziyyət belə olacaqdısa, onda o cür nə səs-küyə Azər Həşimovu göndərməyə nə gərək var idi? Artıq mən düşünürəm ki, Karvan rəhbərliyi, Karvan Yevlax rəhbərliyi də özləri də qəbullanıblar Premyer Liqaya düşəcəklərinə. Belə bir qəbullanmaya doğru gedəcəkdilərsə, Azər Həşimov qalardı və Neftçidən xal aldılar bu komanda, Kəpəzi məğlub etdilər, Qəbələdən xal aldılar. Düşünürəm ki, Azər Həşimovun vaxtında olsaydı və hətta Şamaxıdan, İmişlidən bir sıra komandalardan xal ala bilərdilər. Yəni həm sosial şəbəkələrdə, həm ictimaiyyətdə özlərinin bir balaca qeyri-peşəkar göstərdilər belə səs-küylə, həm də ki, komandanın artıq düşəcəyini özləri də rəsmiləşdirdilər, özlərini qəbullandılar. Sumqayıta gəlincə, Sumqayıtda bir futbolçu da getdi, müdafiəçi getdi, Pedro Pinto getdi. Düzdür, yeni futbolçu gətiriblər onu, yəni Ukraynalı Dimitri gətiriblər. Amma mən yenə görürəm ki, o komanda yəni ehtiyatında boşluqlar var. Emin Mustafayev da zədələndi, yeni gələn futbolçu. Məncə Sumqayıt qış fasiləsinin, yəni transfer pəncərəsinin bitməyinə az qalmış müddətdə 2 transfer də etsə, Avrokuboklar zonasında mübarizə aparacaq gücdədir və məncə Saşa İdris də artıq bununla bağlı rəhbərliyə nələrsə deməlidir. Bəli, Sumqayıt məşqçisi də, yəni təcrübəli məşqçidir və orada ehtiyat oyunçular skameykasına baxsa biraz kasatdır. Əgər məqsəd həqiqətən də Avrolu zolaqlara düşməkdirsə, orada ehtiyat qüvvəni də düzəltmək lazımdır. 1-2 futbolçuya ehtiyac var. Amma qış fasiləsinə qədər pis oynamırdılar. Birinci oyunu rəqib də güclü idi, Turan Tovuzla düşdülər. Yenə oyun sistemlərini normal şəkildə davam elətdirə bilsələr, hələ ki o zolaqdadılar. Amma getdikcə turnir daha da sərtləşəcək, çünki həm çempionatın vaxtı azalır, getdikcə oyunların sayı azaldıqca rəqiblər bir-birlərindən xal götürürlər və indi bu mübarizədən bu 4-5 turda qopmasalar, orada qala bilərlər. Turun ikinci görüşü Qəbələdə keçirdi. Maraqlı bir məqamdır ki, artıq bir gündə 2 bölgədə oyun keçilir. Yəni məsəl üçün biz Yevlaxdaydıq, oyunu izlədik. Bəzi həmkarlarımız Qəbələyə getmişdilər, oyunu izlədilər. Yəni artıq Azərbaycan Premyer Liqası regionlara bir qədər bölünüb. İndi bəzi komandalar var ki, öz doğma yurtlarına keçsələr daha yaxşı olar. Məsəl üçün İmişli, yəni İmişlidə oynasa çox gözəl olar. Araz Naxçıvan da Naxçıvana köçsə çox əla olar. Qarabağda artıq bəzi planlar qurulur. Kəpəz də qayıtsa, indi onlar Yevlaxda oynayırlar deyə, yəni Qarabağda öz doğma el obasına qayıtsa, artıq orada bir möhtəşəm imarət kompleksi tikilir. Orada stadion da olacaq. Artıq stadionun təməllərini də ölkə başçısı Cənab İlham Əliyev atıb. Təqribən 2 il filan yekunlaşa bilər bu stadion. Qayıtsa artıq bu əsl Azərbaycan çempionatı kimi görsənir. Bu məqamda Azərbaycan Premyer Liqası buna görə artıq müsbətə doğru bir addım atılır. Qəbələ doğma meydanda 3-2 hesabı ilə İmişlini məğlub etdi. Möhtəşəm bir oyun. Mən şəxsən izlədim hər iki komandanın ifasında. Hesabı İmişli açdı, sonra Qəbələ 2 qol vurdu, hesabı İmişli bərabərləşdirdi və son dəqiqələrdə maçın sonlarına yaxın Qəbələ 3-2 hesabı ilə qalib gələcək qolu vurdu və maraqlı məqam, digər bir məqam burasında ki, qolları eyni adamlar vurdu. Domi Mosmov Qəbələnin heyətində hat-trick elədi, Almeida dubl elədi İmişlinin heyətində və həmkarlarımızdan biri yazmışdı, Konferans Liqası səviyyəsində bir oyun izlədik. Mən həqiqətən bu fikri təsdiqləyirəm. Maraqlı bir oyun izlədik. Sən nə gördün qarşılaşmada? Hər iki komanda qarşılıqlı hücumlar şəraitində keçdi oyun. Baxdıq, həqiqətən xoş bir oyun idi. Hər kəs üçün də, izləyənlər üçün də. Çünki yəni qapalı futbol oynamadılar, açıq futbol oynadılar. Qəbələnin birinci oyunda göstərdiyi performans və ikinci oyunda bunu ardıcılıq davam eləməyi ki, burada KXB Çıxadazın işləri görünür. Hansı ki, biz sezon başlayanda deyirdik ki, yəni orada bir risunuk var, hansı bir şəkil var, onu həyata keçirmək lazımdır
onu yavaş-yavaş həyata keçirdi və rəhbərlik də düzgün addımlar atdı komandanı gücləndirmək yolunda. İmişli də pis futbol oynamadı, yaxşı futbol oynadı, həqiqətən bəyənilsin. Səfər də Qəbələ deməyək, çünki Qəbələ bir yüksəlişdədir. Qəbələ səfərində həqiqətən də yaxşı performans göstərdilər. Mən düşünürəm ki, İmişli də bugünkü topladığı xallara görə, oynadığı futbola görə öz mövqeyində deyil, daha yuxarıda olmalı idi. Mən fikirləşirəm ki, qarşıdakı oyunlarda bu oynadıqları futboldan daha yaxşı xallar toplayacaqlar. İmişli baş məşqçisi oyundan sonra belə bir açıqlama verib ki, biz yaxşı oyun oldu və bu məğlubiyyət mövqeyimizin pisləşməsinə gətirib çıxartdı. Səncə İmişlinin özündə bir düşmə təhlükəsi varmı İmişli üçün? Yəni ən pis halda play-off oynaya bilərlər də bu komanda. İndi əgər sən deyirsən ki, Karvan bu çempionatı tərk edibsə, ən pis halda play-off oynaya bilərlər. O mövqeyə düşə bilərlərmi, yoxsa yox? Mən inanmıram, çünki onlar çox yaxşı futbol sərgilirlər, yaxşı kollektiv formalaşdırıblar orada. Mən hardasa onların futbol dəsti xəttindən, bugünkü yanaşmalarından hər şey ola bilər, amma mənim şəxsi fikrimdir ki, mən inanmıram ki, onlar play-off'dan qalsınlar, yəni onlar irəliləyəcəklər. Qəbələ bu oyundan nə qədər yuxarı tullana bilər? Qəbələ belə bir davam eləsə, o da yaxşı yerlərə gedə bilər Qəbələ, amma bizə lazımdır, məsələn, bu iki turdakı rəqiblərindən sonraki gələn rəqiblərə qarşı hansı stabilliyi qoruya biləcəklərmi? Amma baxırsan ki, komandada həqiqətən də o sezon başlayandan o işlər var idi ki, görülürdü, göz qabağındaydı. Bugün onu yavaş-yavaş bəhrəsini görə bilirlər. Ümumiyyətlə çətin bir periyoda gəlmişik də. Yəni burada bir dəqiqə bugün gəlib Kəpəz Qarabağ udur səfərdə, gedir evdə məsəl üçün udsur. Belə bir oyunlara baxanda Qəbələnin az ki göstərdiyi iki turdakı performansı Qəbələni yuxarı aparır. Amma biz bütün komandaları indi bir yuxarı aparsaq, bu aşağıda kim qalacaq? Yəni aralarındakı mübarizədən hansı komanda qopmayacaqsa, o da ki, yaxşı yerlər ondan mübarizəsini aparacaq. Çempionatda qalmaq istəyən qalacaq, yuxarı Avropa zolağına getmək istəyənlər ora gedəcək. Çempionata maraq qatan şəxslərdən biri də Diego Almeida'dır. Yəni İmişlinin hücumçusu. Artıq 2 oyuna 3 gol vurub və bombarderlər siyasında yer alır bu futbolçu və Turan Tovuzla adı hallanırdı. Hətta bizim Sport Birazın əməkdaşları da yazmışlar ki, Sumqayıt və Zirə də maraqlanırdı. Amma klub rəhbərliyi futbolçunun transferi üçün 200-300 min avro arasında pul istəyir, məbləğ istəyir. Maraqlı gələn məqam burasındadır ki, bir neçə gün öncə İmişli artıq yeni hücumçu transfer etdiyini açıqladı. Səncə artıq bu futbolçu Premier Liqada hər hansı bir başqa bir klubda çıxış edə bilərmi bu performansdan? Mən inanmıram ona, çünki bu dönəmdə hansı İmişlinin hal-hazırdakı olduğu turnir zərbərdəki mövqeyinə baxsaq, hansısa bir keyfiyyətli futbolçusunu hansısa bir pul müqabilində digər klublara versin, bu bir qədər normal yanaşma olmaz. Hamı istəyər ki, keyfiyyətli futbolçu, Dembele ilə bir futbolçunun komandada olmasını istəyər. Mən buna isti yanaşmıram, çünki yəqin oradakı insanlar da fərqindədir. Bugün kluba 200 min qazandırıb, amma hansısa bir keyfiyyətli futbolçusunu itirib aşağıda düşə bilər. Yevlaxda daha bir oyun keçirildi. Kəpəz nominal meydan sahibi idi və Şamaxı ilə qarşılaşdı. Artıq Şamaxı məncə bu oyunda göstərdi ki, Qəbələyə məğlubiyyəti o təlim məşq toplanışı afvasına ayrıla bilməməsinin nəticəsi idi və bu oyunda yaxşı oyun sərgilədilər və 2-0 hesabı ilə Kəpəzi məğlub etdilər. Sən nə düşünürsən qarşılaşmaqda? Şamaxının ev oyununa Qəbələ ilə baxdıq biz. Yəni həmən ev oyunda qollar, ardıcıl gələn qollar, birinci futbol baxımından götürəndə Şamaxı başlayanda üstün futbol oynadı, amma qollarını vura bilmədi. Amma sonradan gələn qollar komandanı sındırdı. Bu da bir avasitə komanda ya düzgün, normal şəkildə oyuna yanaşmamışdı futbolçular və haradasa bir boşluqlar var idi. Bir balaca bir boşluq da gətirib belə bir nəticə çıxardır. Amma gəldi, yenə də vacib olan 3 xalını qazandı. Çünki buna çox vacib bir xal idi. Bu 3 xal demək olar ki, hər şeyi həll edirdi bu çempionatda.
gəldi, o xalını qazandı. Kəpəz gözləyirdik ki, Qarabağla oyundakı performansı yenə davam elətdirər. Baxsan ki, ikinci elə bir oyuna hazırlaşmaq, o səviyyədə çıxış eləmək, yəni yüksək güc sərf eləmək hələ o səviyyəyə gəlib çatmayıb. Ona görə evdə bu məğlubiyyəti göstərdi ki, komandada hələ də stabillik çatmır. Bu oyun mən dediyim fikirləri artıq təsdiqlədi. Yəni ki, həmin qələbə Kəpəzin yox, Kəpəzin qələbəsi Qarabağın məğlubiyyəti idi. Yəni Qarabağ həmin oyunda sadəcə vaxt keçirməyə çıxmışdı. Çünki vacib bir qarşılaşması var idi. Liverpool'la oyunu fikirləşirdi. Eintrachtla oyunun belə deyək, eyforiyasından çıxmamışdılar. Və mən düşünürəm ki, düzdür, bir çoxları düşünür ki, Karvan Yevlax artıq Premyer Liqa tərk edib. Amma mən düşünürəm ki, bu komandalar arasında mübarizə sona qədər girəcək, toparlana biləcək. Nə cür fərq hiss eləmişəm? Karvan Yevlax rəhbərliyi, biz Karvan Yevlax Sumqayıt oyundan sonra yeni idarəçi ilə görüşdük, icraçı direktorla, Elvin bəylə. Onlar indiki durumu qəbul edib mübarizə aparacaqlarını bildirdilər. Amma yenilikləri açıqladılar. Yəni yeni bir stadion tikdirməyi planlaşdırırlar. Yevlax şəhər stadionu yaxınlığında təbii otor düzdür. Təbii ki, ev oyunlarımızı burada oynamayacaq dedilər. Orada məşq xarakterli stadion tikdirirlər və düşsək belə yenidən Premyer Liqaya qayıtmaq hədəfimiz olacaq bildirdilər. Yəni artıq Karvan Yevlax rəhbərliyi bir balaca peşəkarlığa addım atır. Amma Kəpəz rəhbərliyində köhnə hamam köhnə tasdır. Yəni ancaq görüşlər keçirirlər azarkeşlərlə və yaxud da ki veteranlarla görüşlər keçirirlər. Yəni futbola aid hər hansısa bir addımlar atmırlar. Yeni bir futbolçu transfer ediblər, Gürcü futbolçu. Gürcü futbolçunu PFL-dən qeydiyyatdan keçirə bilmirlər. Mən düşünürəm ki, təşkilatlanma və idarəetmə baxımından çempionatın iki ən qeyri-peşəkar idarəçiliyi Karvan Yevlaxda və Kəpəzdə idi. Amma Karvan Yevlax son vaxtlar atdığı addımlarla Kəpəzi idarə etmə baxımından daha da üstəlirlər. Heç olmasa müəyyən qurumlara, müəyyən yerlərə öz sözlərini keçirə bilirlər. Məsəl üçün, MDB oyunları bitəndən sonra kifayət qədər vaxtları var idi ki, stadionların Kəpəz bərpa eləsinlər, otortunu dəyişsinlər. Hansı ki, Kəpəzə hazırda nəzarət edən şəxs Agrosportun rəhbəri olub, otortuyun rəhbəri, yəni şirkətin rəhbəridir. Bu işdə daha yaxşı ola bilər, daha tez həll etdirə bilər. Amma hər hansısa bir yenilik yoxdur. Amma Karvan rəhbərliyi necə elədi? 3 ay ərzində dedi ki, biz 2 ay oynayacağıq Şamaxıda, sonra öz el-obamıza qayıdacağıq, öz torpağımıza qayıdacağıq və qayıtdılar da. Hətta PFL-ə də, AFFA-ya da həm PFL, həm AFFA narazı idi o stadionda oyunlar keçirsin. Amma onlarla dirəşdiyi çatışmazlıqları aradan qaldırdı, FIFA-dan lisenziya aldılar və öz yurtlarında oynayırlar. Amma Kəpəz yenə də qaçqın həyatı yaşayır, sürgün həyat yaşayır. Yəni rəhbərlik hələ də Kəpəzin Gəncə həsrətini belə deyək, həll edə bilmir. Kəpəzi Gəncəyə qaytara bilmir. Mən düşünürəm ki, idarəetmə baxımından Kəpəz daha geridir Karvan Yevlaxdan, nəinki Karvan Yevlax. Bəlkə bu Kəpəz Gəncədə olsaydı daha yaxşı nəticələr əldə edərdi. Nəinki Azər Bağırovun da bir ambisiyaları var, yaxşı məşqçi olduğunu sübut edib, həm Araz Naxçıvanda, həm Kəpəzin özündə Premyer Liqada saxlamağı bacardı. Amma indiki durumda çox çətin olacaq. Keçək o birisi oyuna, Zirə Sabah paytaxt derbisi idi. Mən ciddi bir mübarizə gözləyirdim. Sabahın bu oyunda xal itirəcəyini gözləyirdim. Çünki Zirə həm komandanın özü, həm də baş məşqçi Rəşad Sadıqov müəyyən ambisiyaları olan, yəni hədəfləri olan mütəxəssisdir. Amma 17 dəqiqə ərzində Sabah Zirəni məhv elədi və 3 qol vurdu. İkinci hissədə bir topun vuraraq 3-1 hesabı ilə bitirdi oyunu. Nə gördün oyunda? Mən ümumən yəni oyunun gərgin keçəcəyini gözləyirdim, amma Zirənin bu hesabdan Sabaha məğlub olacağını gözləmirdim. Çünki müdafiədə çox yəni inamlı çıxış edən Zirə kimi komandaya
bugünkü gündə Sabahla da, digər klublarımızla da, hansı ki, yuxarı gedən klublarımızla da Avrozona uğrunda mübarizə aparan Zirənin belə asan qollar buraxacağını gözləmirdim. Oyundan sonra da baş məşqçilərin mətbuat konferansına fikirlərinə baxdım, onlara da qulaq asdım. Rəşad Sadıqov da orada qeyd elədi ki, komandamız yaxşı mübarizə apardı, amma hardasa o xırda səhvlərimiz və Sabahın yaratdığı epizodlardan maksimum dəyərlənməsi. Buna baxmayaraq, amma mən belə fikirləşirəm ki, Sabah, yəni bu hesab da göstərir ki, Sabah çempionatımızda yüksək performansdadır. Yəni komanda qarşısına qoyulan hansı ki tapşırıq var, onun uğrunda layiqincə mübarizə aparır və qələbəsi də həqiqətən də haqlı olaraq Zirə üzərində qələbəsi, yəni haqlı olaraq qazandı onu. Çünki bir komandanın qarşısına qoyduğu bir məqsəd var və uşaqların da görürsən ki, haradasa motivasiyası, ona qarşı olan istəyi, həvəsi daha çoxdur. Qısa müddətdə rəqib komandanı istənilən yolla, yəni meydanda məğlub etməyə çalışırlar. Zirədən gözləmirdim, bunu yenə də qeyd edirəm, gözləmirdim belə bir məğlubiyyəti, ən azından bir bərabərlik və yaxud da ev oyununda haradasa bir xal götürməyini gözləyirdim. Çünki getdikcə o zolaqdan onlardan uzaqlaşır. Amma yenə də deyirəm, yəni Sabahın performansı bugünkü gündə görsədir ki, çempionatımızda hal-hazırda mübarizə aparacaq onunla komanda Qarabağdır. Əvvəllər Sabah belə deyək də iddialı klublarla oyunlarda, ötən mövsümdə iddialı klublarla oyunlarda qalib gəlirdi, belə deyək də, outsider komandalara məğlub olurdu. Artıq Dambraskas bu sistemi alt-üst edib. Hesablamalara görə axırıncı dəfə avqustun sonlarında imişliyə uduzublar və 4 aylıq periodda, 3 aylıq müddətdə, yəni fasilələr falan oldu. Komanda məğlub olmur və ardıcıl 9 oyundakı qələbə qazanır Premier Ligdə. Və 27 xal deməkdir. Dambraskas və Sabah rəhbərliyi bir yerdə çox yaxşı tandem təşkil ediblər və rahat şəkildə Azərbaycan futbol ictimaiyyətinə və Azərbaycan futbol sevərlərə özlərini sübut etməyə çalışırlar ki, biz çempion olmağa hazırıq. Çox inamlı gedirlər. Bəli, və çempion da olacaq mesajı verirlər. Yəni və bəzi futbolçularda var ki, yəni artıq ən yaxşı işləri Aleksey İsayevi yenidən komandaya gətirdirmək oldu və bir oyunda 3 məhsuldar ötürmə elədi bu futbolçu. Ümumiyyətlə Aleksey İsayev Azərbaycan futbolunu düşünən beyinlərindən biri hesab olunurdu və Dambraskas da və burada uddular da, yəni demək olar ki, uddular da yarım milyon manata Qarabağa satmışdılar bu futbolçunu və pulsuz geri gətirdilər. Qarşılıqlı razılıq əsasında Aleksey İsayev Qarabağı tərk edib Sabaha gəldi və Dambraskas yenidən nəfəs verdi Aleksey İsayevə və düzü zədəli idi, zədədən bərpa olundu. Çox möhtəşəm oynadı və bunun özü də bir Azərbaycan futboluna bir faydası var ki, milli komanda üçün artıq bu futbolçu milli komandanın döyünən ürəklərindən biri idi. Emin Mahmudov, Aleksey İsayev ikilisi hamı üçün yaxşı bir ikili idi. Nəinki oynayan futbolçu axtarmaqdansa aşağı belə deyək də büdcəli klublardan Emin Mahmudov və Aleksey İsayev ikilisi Azərbaycan futbolu üçün çox yaxşı bir tandemdir. Digər bir məsələ oyunda Rəşad Sadıqovun birinci qoldan sonra belə deyək də etirazları idi və o epizodu biz tapdıqda, paylaşdıqda orada yerə biz izləyicilərdən soruşduq. Lepnitsanın əlinə top dəyibmi? Yəni demək olar ki, hamı yazıb ki, top ələ dəyməyib, amma ola bilər ki, meydanda gedəndə oyun gedə-gedə görsəni dinamikasından sadəcə məşqçilər korpusu elə bilir ki, dəyir. Amma epizodu həm Sibsi Sport paylaşmışdı. Yəni oradan biz götürdük oyunun gedişində. Orada top ələ dəymir. Sadəcə bu artıq bu aqressiya, Rəşad Sadıqovun etirazları artıq hakimlərə də belə deyək də hakimlər də inandıra bilmir, artıq kütləni də inandıra bilmir. Çox olur məncə Rəşad Sadıqovun bu etirazları. Mən Rəşadla bağlı, yəni həqiqətən dəyərli məşqçimizdir, dəyərli bir futbolumuz üçün dəyərli bir fiqurdur Rəşad. Yəni adam oynadığı dönəmdə də uduzmağı sevməyən,
yəni uduzmağı çox rahat şəkildə qəbul edilməyən biridir. 3-1 evdə Sabaha məğlub olmağı da yəni onu hardasa aqressivləşdirir istər-istəməz. Yəni ola bilər ki, məşqçi deyir ki, yox, biz normaldır, məğlubiyyətdir bunlar, amma heç bir insan istəməz ki, uduzsun, məğlub olsun. Belə şeylər olacaq futbolun içində. Yəni baş məşqçilərin etirazı da olacaq, futbolçuların etirazı da olacaq. Ümumən Rəşad Sadıqov bilirik ki, xarakterli adamdır, necə aqressiv insandır, yanaşması nətərdir. Belə hallar olacaq. Bu futbolun içində, futbolun dinamikasında bunlar normal hallardır. Bir də azarkeşlə mübahisəsi var. Azarkeşə, hətta zirə, yəni belə deyək də, azarkeşlər arasında oturan azarkeşə dönüb deyir ki, Sabaha azarkeş deyirsənsə, burada oturma, yeri get o tərəfdə otur. Bunu Premyer Liqada çıxış edən, belə deyək də, əcnəbi məşqçilərdən biri eləsəydi. Biz həm sən, həm mən, həm digər jurnalistlər, futbol ictimaiyyəti nə edərdik? Topa tutardıq da, yəni həmin azarkeşi. Düz həmin baş məşqçini də, yəni olsun Xaxaber Sıxadaci. Öldürərdik ki, ki sən azarkeşlə nə işin var? Sən peşəkar məşqçisən. Başımı sal aşağı, futbolçular baş elə. Sonra azarkeşlə dilləşirsən. Orada təhqir filan da yoxdur. Yəni bunu qoyduq kənara ki, azarkeş deyir ki, düzəməlli oynayın filan nəsə deyir orada. Bu da qayıdıb deyir ki, Sabaha azarkeş yesinsə, get o tərəfdə otur. Bu nə qədər ciddiyə almaq olar bunu? Bu baş məşqçi bunu deyəndən sonra Zirəni Avrokuboklara nə qədər namizəd görə bilərik biz? Yəni oyundan başqa hər şeylə maraqlandı bu adam. Mən hər oyun hər məşqçi üçün, yox, hər oyun, hər məşqçi üçün bir təcrübədir. Hər oyunda yaşanan şeylər, epizodlar. Mən inanmıram ki, bu da bir Rəşad Sadıqov olsun bir təcrübədir. Mən inanmıram gələcək oyunlarda belə hallar yaşansın. Həqiqətən də bu da o azarkeşi stadiondan uzaqlaşdıracaqlar. Yox, azarkeşi stadiondan uzaqlaşdırmayacaqlar, amma mən inanmıram ki, gələcək hansısa bir oyunda, bu da onun üçün bir böyük bir təcrübə oldu. Gələcək hansısa bir oyunda Rəşad Sadıqov azarkeşlə belə bir konfliktə girsin və belə bir dialoqa girsin. O da oyunun dinamikasından, gərginliyindən əmələ gələn bir şeydir. Amma belə şeylər də yaxşıdır. Çempionatımız bir maraqlı olsun, rəng qatılsın. Yəni Avropada da məşqçilərə baxırsan, bir də görsən necə aqressiv. Bir də görsən rəqib baş məşqçi gedir, o birisi rəqib baş məşqçi ilə dalaşır. Az qalır MMA döyüşünə çıxsın da. Yox, bizdə də qoy biraz maraqlı olsun çempionat. Rəşad da çempionatımıza həmi öz dəstək xəttindən, həmi futbolundan, həmi yanaşmasından rəng qatan insandır. Amma mən inanmıram gələcək oyunlarda belə bir şey təhdid. Çünki o da ona bir təcrübə oldu. Turun növbəti oyun Mərdəkanda keçirildi. Araz Naxçıvan Neftçini qəbul etdi. Mən gözləyirdim ki, Ukraynalı mütəxəssislərin duelində konkret, belə deyək də, yəni rəqabət görəcəm, amma görmədim. Yurumerdub Demçenkonu komandasını darmadağın elədi. 4-0 hesabı ilə Neftçi qalib gəldi və yenidən o səs-küy başladı, Neftçi qayıdır. Bu mesajı verdi Yurumerdubun komandası. Çünki 4-0 hesabı ilə əsas rəqiblərdən biri hesab olan Araz Naxçıvanı məğlub etmək iri addımlarla irəli atılmaq deməkdir. Mən belə düşünürəm. Sən nə gördün qarşılaşmada? Neftçi ümumiyyətlə qollarına da baxırıq ki, Neftçi asanlıqla, çox asanlıqla qollar vurdu. Araz Naxçıvan hal-hazırda görsən müdafiə xəttində həqiqətən ciddən problemlər var. Mənə ən çox oyunda maraqlı olanlardan biri niyə qapıçını dəyişdi, niyə Tərlan Əhmədli keçən oyunda pis çıxış eləməmişdi, yəni yerli qapıçıdır. Yəni burada mütləq legioner oynamalıdır. Bir narahat edən məqamlardan biri bu oldu məni. Çünki hal-hazırda çempionatda bu oyunda çıxış edən qapıçı da heç bir şeydən yadda qalmadı meydanda. Hansısa bir, çünki bu məşqçinin oyun fəlsəfəsinə, sisteminə baxırıq ki, bu oyun istəyir ki, arxadan müdafiədən oyun qursun, amma qapıya qoyduğu qapıçı o keyfiyyətlər yoxdur, onda o kriteriyalar yoxdur. Digər qapıçı ondan ayaqla, digər bir çox şeylərdə üstünlüyü var idi. Qapıçıdan istifadə eləmədi və bir oyun qapıya qoyub onu təzədən ehtiyatda tutmağı bunu normal qəbul eləmirəm. Bir də ki, bax bu məğlubiyyət və bundan qabaqki oyunda oyun sistemi
göstərir ki, oyuna yanaşması göstərir ki, yəni Elmar Baxşıyevdən fərqli bir şey görmür bu adam. Çünki gətirmiş ki, bu adam nəsə bir fərqli bir şey görsün, komandada fərqli bir şey görsəsin. Hal-hazırda o görsənmədiyinə görə Elmar Baxşıyevin getməyinə və onun yerinə əcnəbi bu şəkildə təmsil etməyinə təəssüflənirik. Mən düşünürəm ki, ümumiyyətlə gərək yox idi. Yəni Elmar Baxşıyev inanmıram ki, nə imişdiyinə oyunda o komandası olsaydı, nə də Neftçinin oyunda belə bir oyun sərgiləyərdi və komandanın mövsümün ortası, komandanı daha yaxşı tanıyan baş məşqçini göndərirsən və ümumiyyətlə heç çempionatla əlaqəsi olmayan, komandanı tanımayan bir mütəxəssis gətirirsən və ondan gözləyirsən ki, daha yaxşı olsun. Bunu etmək üçün sən iki seçimin olmalıdır. Ya həqiqətən atsan qazanmış bir mütəxəssis gətirməlisən, amma Demçenko o qədər atsan qazanmış bir mütəxəssis deyil. Mən belə düşünürəm. Və yaxud da ki, sən mövsümki hədəflərin bütövlükdə bitməlidir. Yəni, sən düşünməlisən ki, bu mövsümki heyəti qoruyub, yayda daha yaxşı transfer edib və növbəti mövsüm ya çempionluğa, ya Avrokuboklarda, ya kuboku qazanmağa oynanmalısan. Bildiyim qədərdə Araz Naxçıvan rəhbərliyi Avrokuboklardan əl çəkməyib. Bəli. Əgər bunu etməyiblərsə, Demçenko niyə gətirdilər? Çox maraqlıdır. Yəqin ki, onu gətirən mütəxəssis və yaxud da ki, klub rəsmisi indi Zaur müəllimə hesabat verir. Əlbəttə. Neftçiyə ümumiyyətlə 4-0 uduzmağı Zaur müəllim necə qəbullanır? Çox maraqlıdır mənə. Düzdür, bir epizod da oldu. Yaxşı bir Patrik Andrade qapı tirinə dəydi. Cərimə zərbəsindən çox əla bir epizoddur. Ev tapşırıq işləmişlər. Hücum fazasında komanda yaxşıdır, amma müdafiə fazasında çox boşluqlar verdi. Emin Mahmudov 4 qolun 4-ündə də demək olar ki, iştirak elədi. 3 məhsuldar ötürmə. Bu sevindirici məqamdır. Yəni həm Azərbaycan futbolu üçün həqiqətən çox sevindirici məqamdır. Emin Mahmudov milli komandamızın kapitanıdır və son illərdə Azərbaycan futbolunda öz sözünü demiş futbolçulardan biridir. Eminin boyunda məhsuldar ötürmə hat-triki eləməyi təbii ki, Neftçi azarkeşlərindən ziyadə bütün Azərbaycanlı futbol sevərləri sevindirir və qələbənin əsas memarı mən deyərdim ki, Emin Mahmudov oldu bu qarşılaşmada. Bir dənə də qol vursaydı çox fantastik olardı, amma belə daha yaxşıdır. 4 qolun özündə də iştirak elədi. Venudubun Karvan Yevlaxla oyundan sonraki fikirləri var idi. Mənim ən böyük köməkçim, ən yaxşı köməkçim, kapitanım. Mən onu qeyd eləmək istəyirdim ki, yəni burada ən böyük qazanan, yəni biz Emini qazanırıq, amma burada ən böyük bizə bunu qazandıran baş məşqçidir. Çünki bax, özüm də futbolçu olmuşam. Bir baş məşqçinin yanaşması futbolçunu hansı səviyyədə motivasiya eləyir, bunları hamısını görmüşəm, futbolçular nə istər keçirir. Eminə yanaşması, Emin haqqında onun fikirlər səsləndirməsi birbaşa Eminə yüksək səviyyədə motivasiya verdi onların hamısı. Və bu baş məşqçinin deyərdim ki, yəni komanda üzərində qələbədə ən böyük rol olan insan baş məşqçidir. Həm futbolçunun bu səviyyəyə gəlib çatmasında, həm komandanın bu səviyyədə oynamasında, Hacı Abbakarı görürsən ki, nə qədər çəkisi düşüb aşağı. Bəli. Yəni bu tələblər hansı ki, bu baş məşqçinin gördüyü işlərdir və ən önəmlisi də Emin Mahmudov Azərbaycan futbolu üçün önəmli bir simadır və onun bir baş məşqçinin açıqlaması ki, bu mənim ən birinci köməkçimdir, ən dəyərlimdir belə, bunlar futbolçunu birbaşa yuxarı qaldırır və bugün Vermutov bizə Emin Mahmudovu yenidən Azərbaycan futbolunu qazandırır. Azərbaycan Premyer Liqasında mübarizə aparan baş məşqçilərin bəzilərində məşqçi bicliyi olmur. Məsələn, bunun ən böyük örnəyi Samir Abbasovdur. Məşqçi bicliyi olan mütəxəssislər də var. Ən çox xoşuma gələn də Azər Bağırovdur. Futbolçu ilə elə əlaqə qurur. Elə bir belə də, yəni ki, dost-qardaş münasibəti qurulur və ona motivasiya verir. Yəni, bir şey kimi məsəl üçün də Ohori Neftçidən lazımsız bir futbolçu kimi getmişdi. Amma Azər Bağırovun yanına getdi və Ohori bu dəqiqə Kəpəzin ən yaxşısıdır. Bəlkə indidən elə bəzi klublar Neftçilə danışıqlara başlayıb ki, Ohorini biz gələn mövsüm istəyirik. Bəlkə ola bilər ki, Vermutov da deyir ki, klub rəhbəri niyə göndərmişsiniz bu futbolçunu. Amma Samir Abbasov
nə edirdi? Emin qocalıb, Abbaqar hələ ki tam hazır deyil. Nə bilim, Ağadaş o son nöqtəni qoya bilmədi. Sambu 1 metrdən topu vura bilmədi. Atırdı futbolçuların üstünə bütün problemləri. Hər dəfə, hər vəcdən də mətbuat konferanslarında görüşəndə mən deyirdim ki, bu futbolçunu ora sən qoymusansa, demək ki, əsas günahkar sənsən. Vernudubda amma bu yoxdur. Vernudub nə elədi? Media düşmüşdü Vernudubun üstünə ki, Abbakarı göndərmək istəyirsən, Abbakarı göndərmək istəyirsən, narazıdır. O deyir ki, o öz vaxtı var, oynayacaq. Bizim əsas ulduzdur, bizim əsas ulduzumuzdur. Vaxtı çıxanda Abbaqar oynayacaq. Abbaqar qol vurur. Sambu çıxış edir. Emin artıq pik nöqtəsinə, yəni tam pik nöqtədə olmasa da artıq özünü sübut etməyə başlayır. Düşünürəm ki, Neftçi üçün bu mövsüm mübarizə hələ bitməyib. Yəni Avrokuboklar şansı qalıb. Çünki Turantovuzla 6 xallıq fərq var. Düzdür, Turantovuzun bir oyunu ehtiyatdadır. Qəbələ ilə oynayacaq. Buna rəğmən düşünürəm ki, 4-cü yerdə bitirə bilər. 4-cü yerdə bitirmək də Avrokuboklara getməkdir. İlk üçdə gedən komandalardan biri kubokun şans var da orada. Bəli. Və məsələ burasındadır ki, nə hazırki Zirənin, nə Sumqayıtın, nə də ki Araz Naxçıvanın heyət baxımından gücü Neftçidən üstün deyil. Neftçidə onlarda daha çoxdur. Çünki hər mövqeyə kifayət qədər peşəkar və yaxşı oyunçular var və Vernudub da açıqlamasında bildirdi ki, heç kimi icarəyə vermək istəmirik. Rızanı göndərmişik. Buna rəğmən Rıza da bizim diqqətimizdədir. Xüsusi olaraq diqqətimizi saxlayacaq. Bizim əsas simalarımızdan, futbolçularımızdan biridir və bu baş məşqçi komanda tam fərqli bir apova yaradıb. Gələndən məğlubiyyət yoxdur komandanın. Düzdür, heç-heçələri var. Və 4 oyuna 8 xal yığıb. 6 xallıq fərqi məncə qapıya bilər. 6 xallıq, yəni bu 3 xallıq sistemdə çempionatda 6 xallıq məsafəni qapamaq çox asandır. Yəni mübarizə aparsan onu qapamaq çox asandır. Amma burada bütün ən önəmli işlər bax məşqçinin gördüyü işlərdir. Və yenə deyirəm, yanaşma. Sən futbolçuya necə yanaşacaqsan, futbolçu sənin üçün orada o səviyyədə mübarizə aparacaq. Sən futbolçuya aldadıcı və yaxud başqa bir yanaşma olacaqsa, onu futbolçu dərhal hiss edir. Çünki futbolçu elə bir yəni idmançıdır ki, bunu hiss edir. Yəni sənin yanaşmana görə də sənə qarşı mübarizənin meydanda sənə qarşı onun cavabını verəcək. Bu da qazanc baş məşqçinindir. Araz Naxçıvanla bağlı bir çox nüansları danışdıq, amma sən bildirirsən ki, yəni oyun fəlsəfəsi baxımından heç nə dəyişilməyib. Amma mən deyirəm ki, daha da geriyə gedir. Yəni ki, Elmar Baxşıyevin vaxtında belə oynamırdılar, belə hücumlar qurmurdular. İndi sanki hər şey Patrik Andrade'nin üzərində qurulub oyun. Bir ulduz yaradıb özü üçün. Düzdür, yəni o potensialda bir futbolçudur. Amma əvvəllər cinahlardan daha çox oynayırdı Elmar müəllimin vaxtında Araz Naxçıvan. İndi sırf mərkəzdən oyunu qururlar və bunun da belə deyək də faydasını görmürlər. Bax, orada belə bir şey var da, bax, bir Patrik Andrade yox, digər orada çox keyfiyyətli futbolçular var. Bunlardan maksimum dərəcədə yaxşı səviyyədə istifadə etmək lazımdır. Bu da yenə, bax, iki baş məşqçidən söhbət edirik. İkisi də eyni dövlətdə gəlmiş baş məşqçilərdən söhbət edirik. Bunlar hərəsinin öz yanaşması var. Bir oyun, məsəl üçün, qapıçını qoydu, digər oyun dəyişdi. Bu da digər qapıçını, avtomatik olaraq bu qapıçını silmək kimi demək. Yəni, bu istər-istəməz o qapıçıda belə bir şey yaranır ki, mən yəni, yaxşı bir təsir bağışlamadım. Baş məşqçi dərhal məni bir oyundan sonra dəyişdi. Hansı ki, komanda məğlub da olmamışdı. Buna bir oyun, iki oyun. Həmçinin də bu digər futbolçulara. Orada bir tək Patrik Andrade'nin üstündə yanaşırsa ki, məsələn, bu mənim ulduzumdur, digərləri belə, orada nəticə olmayacaq. Yəni, yanaşma tərzivi ilk növbədə, yanaşma tərzivi düzəltməlisən, sənin fəlsəfə və futbolçu qavramaq üçün, qəbul etmək üçün sən ona olan münasibətindən başlamalısan birinci növbədə. Turun ən maraqlı və ən vacib görüşü Tofiq Bəhramovadlı Respublika stadionunda keçirildi. Qarabağ Turantovuzu qəbul edirdi və 1-0 hesabı ilə
Qarabağ qalib gəldi. Əvvəlcə oyun haqqında danışaq, keçəcəyik oyunda baş verən sonra maraqlı nüansları izləyicilərimizin diqqətinə çatdırmağa. Mən düşünürəm ki, başa-baş səviyyəli oyun getdi. Bəzi nöqtələrdə baxmayaraq ki, Qarabağın əsas heyəti idi. Çempionlar Liqası heyəti idi. Liverpulla oynadığı heyətlə doğru qarşı çıxmışdı. Bütövlükdə və hazırlayır məncə komandanı da Newcastle-la oyuna və heyətində yerli futbolçular Turantovuzda daha çox idi. Ayxan, Rəhim, Faiq 3 futbolçu var idi. Sonradan Xəyal daxil oldu. Amma 2 futbolçu da Qarabağda var idi. Bəhrul Mustafazadə ilə Elvin Cəfərquliyev. Yerli futbolçuların sayının çox olmasına rəğmən başa-baş mübarizə apardı Turantovuz və bəzi fürsətləri fürsətlərdən istifadə etsəydi, hətta qalib də gələ bilərdi. Amma biraz Qarabağın o Çempionlar Liqası təcrübəsi, Avrokubok təcrübəsi görüşdə qalib gəlməyə şərait yaratdı və Ağdam təmsilçisi 3 xalı qazanaraq çempionluq yolunda iddialı addımlar atmağa başladı. İlk növbədə Qarabağı, yəni Çempionlar Liqasındakı bizə yaşatdığı uğurla bağlı, bütün ölkəmizə yaşatdığı uğurla bağlı təbrik edirik. Yeni bir tarix yazdı. Biz zaten deyirik ki, biz yeni bir tarix yazmalıyıq, yazdıq. Ona görə minnətdarımızı bildiririk. Oyuna gəlincə, birinci hissə biraz Qarabağ Tovuzdan üstün oldu. Amma ikinci hissə demək olar ki, başa-baş mübarizə getdi. Qol epizoduna gəlincə, qol epizodunda yəni var da göstərmədi. Orada hamımız bir tərəddüddəyik. Burada offside var, yoxsa yoxdur. Amma yəni var sistemində onu göstərməməsi, bizə də onu təkrar verməməsi, o xəttin çəkilməməsi bizi də şübhələr altında saxlayır. Oyunda yadda qalan bir çox məqamlar oldu. Bax, məsələn, Tovuz 2 oyundu, son 2 oyunda birini meydandan izləmişdi, birini canlı yayımdan izlədim. Tovuz oyun sistemində, stilində dəyişiklik eləyib. Yəni əvvəlki kimi uzun paslardan yox, qısa paslardan və hansı ki ortada keyfiyyətli futbolçular var və bunlardan istifadə edir və bu da komandanın oyununa yüksək təsirini göstərir. Hansı ki o futbolçular onu qadirdir ortada o topla oynama imkanlarına. Epizod var idi orada, Vadze'nin epizodu. Düşünürəm ki, orada Vadze'nin rəqibə indirdiyi zərbə mən düşüncəm belədir ki, qırmızı vərəqə idi. Qırmızı vərəqə idi. Hakim orada onu bağışladı, vara baxmadılar, neynədilər, bəyəxt vardı oturanlar demədi. Və son dəqiqada Medinanın rəqib hücumçuya qarşı, topsuz alanda rəqib hücumçuya qarşı etdiyi hərəkəti mən 11 metrlik cərimə kimi dəyərləndirirəm. Bu mənim şəxsi fikrimdir. Yəni, onun bir başqa adı yoxdur. Çünki rəqib hücumçu üzü topa tərəf, qapçı da topa oynayır. Hər iki oyuncu üzü topa tərəf topa oynayır və topsuz, topu görmədən rəqibin üzərinə tullanıb orada yıxan Medinə var idi və topsuz alanda cərimə meydançasının içində bunu da mən penalti kimi, 11 metrik cərimə zərbəsi kimi deyirəm. Ümumi götürəndə hər iki komanda yüksək səviyyədə çıxış elədilər həqiqətində. Qol az olmağına baxmayaraq oyunda, amma oyun baxımlı, keyfiyyətli qarşılıqlı hücumlarla keçdi. Qol epizodu vaxtı mən biraz gözlədilər, vara baxdılar, baxılmadı, vardan xəbərdarlıq gəldi və qolu verildi və mən ilk dəfə idi ki, Qurban Berdiyevi belə şoka düşmüş görürdüm. Sən nə edirsən belə dedi 4-cü hakimə. Sonra da Yunus Hüseynov gəldi, dedi ki, biz baxırıq orada offside-dır. Yəni konkret indi o kadrı inandırıcı deyilsin sport çəkisində. Yəni Yunus Hüseynov və Qurban Berdiyevin 4-cü hakimə etirazını həmkarlarımızdan bəlkə kimsə çəkər, o da inandırıcı deyil. Yəni konkret kuryoz bir hadisə yaşandı. Orada 4-cü hakim bilmədi, dedi belədir. Qol qəbul olundu, qutardı. Yəni Berdiyev kimi adam, təcrübəli bir adam, yəni baxdı ki, bunlar nə ayrılırlar da, yəni nə iş görürlər. Biz epizodu paylaşmışıq təkrar və stop kadrından da şəkil də qoymuşuq. Yəni şəkildə görsəndə ki, indi özümüz də xəttkeş də qoyuruq, belə istəsək xətt də çəkə bilərik, amma daha peşəkar olmaz indi. Hamısında görsəndə ki, Zubir öndədir.
Offside-dir. İzləyicilərimizdən də soruşmuşuq. Onlar da bəziləri bildirir ki, offside-dir. İndi iki hissəyə alınıb. Düz indi bizdə həm Qarabağ azarkeşləri var, həm Trabzon azarkeşləri var. İndi ola bilər Neftçi azarkeşləri qəsdən yazsın ki, offside var, ya Sabah azarkeşləri qəsdən yazsın. Yəni fikirlər iki hissəyə alınıb. İndi biz Rəhim Həsənovdan bir açıqlama gözləyirik. Yəqin ki, açıqlama olacaq. Orada offside-ın olmadığını necə izah edəcək bizə? Mənə o maraqlıdır. Mən şəxsən o epizodda offside görürəm. Yəni indi amma offside həm offside görürük, yəni çünki VAR göstərmədi bizə bir qədər də o şübhəli gəlir. Açıqlama təşkilləri yoxdur, xəttənmiş təşkilləri yoxdur. Bəli. Bax məsəl üçün bu oyunda gördüm meydanda oyunçuların performansları da statistikasını PFL müqavilə bağlayıb instat şirkəti ilə. Yəni baxırsan ki, PFL həqiqətən də iş görür. Yəni bax belə deyim də, yəni mən PFL ilə bağlı olan bütün suallarım olur. İndi mən də komandam var. Nə bir sualım olur. Yəni anində onlar cavab verməyi, onlar onu dəqiqləşdirməyi və onunla qayıdıb maraqlanmağı baxırsan ki, yəni adamlar həqiqətən də işləyirlər. Mən oradakı işçi qrupuna biri var ki, məsələn, hansısa məsələ ilə bağlı tənqid edirsə, mən bir şey tapa bilmirəm tənqid edirəm. Çünki adamlar baxırsan ki, mən bir çox şeylə bağlı müraciət edirəm ora. PFL-ə müraciət edirəm, digər yerlərə müraciət edirəm də, hamısından mənə tez dönən, hamısından mənə tez cavab verən PFL-dir. O sistemi bugün orada qrup... Mahirət uşaq liqalarına onsuz PFL-in heç bir əlaqəsi yox. Yox, mən başqa bir şeylərlə, uşaq liqasına yox, başqa bir şeylərlə bağlı suallarım olur və mənə onu cavablandırırlar. Yəni adam mənə cavab verə bilər ki, məsələn, bizim səndən bir işimiz yox, əlaqəmiz yox, o birisi yox. Amma mən bir futbolçu olaraq, hal-hazırda bir məşqçi olaraq hansısa bir sualım yarandıqda, mən onlara sualı yönləndirəndə, onlar mənə onu cavablandırırlar və onlara minnətdaram, işlərində də uğurlar arzulayıram. Sadəcə, bax, burada məsəl üçün o proqramlar, o birisi, hər şeyi gördük, gözəl görsənir. Amma bu qolun varda görsənməməsi, var bizə görsənməməsi, bax, biz tutaq bir azarkeşlər də oturmuşuq, bizə görsədin ki, bu xətti çəkin, əyri də çəkilsə, düz də çəkilsə, sən bunu varda bizə görsət, biz də sakit duraq da, qardaş. Ondan sonra, məsəl üçün, axırıncı dəqiqələrdə Medinanın topsuz vəziyyəti, yəni topu görmədən, rəqibin üstünə hoppanıb göydə, o, yəni epizodda var, indi baxacaq ona, həmən epizodda yıxması, mən bunu sarı vərəqə, yəni bir... Penalti və sarı vərəqə. Sarı vərəqə penaltidir bu. Yəni bu alanda bu topa oynamırsansa, rəqib topu oynadığı halda mən topu qoyub rəqibin üstünə hoppanamsa, bunun başqa bir adı yoxdur. Mən bunu bir-iki nəfər mütəxəssisdən də soruşmuşam. Hamısı, ola bilər AFFA nümayəndəsidir, hamısı bilirlər ki, bizim də bir veriliş var. Mən bunu soruşuram, bilirlər ki, biz verilişə bugün çıxacaq, sabah çıxacaq. Qalırlar qızara. Yəni qızarsalar nə var? Yəni bilsən ətəri. Yəni adam elə bir insanlarla qarşılaşsan ki, gördüyünü, doğrunu deyə bilmir ki, yox, penaltidir. Açıq-aşkı deyir. Deyir, bəlkə də axşam adımı deyəcək burada. Yox, adımı deməyəcəm, sən narahat olma. Amma bu penaltidir. Sən də rahat şəkildə denən ki, penaltidir də, qardaş. Bunun başqa adı yoxdur. Medina qapıcı topu oynayır. Medina rəqib hücumçuya oynayır. Yəni, burada bir başqa variant yoxdur. Amma Vacce'nin də epizodu qırmızı vərəqədir. Bəli, yəni Vacce epizodu ola bilər ki, indi Elçin Məsiyev, yəni Rəhim Həsənov. İnşallah ki, yəni mən istəyərdim ki, bu oyun haqqında, o epizodlarla bağlı. Mən şeyi gördüm, Rəhim Həsənov media sektorunda oturmamışdım, VIP sektorda oturmuşdum. Rəhim Həsənovla Anar Salmanov bir yerdə idi. Anar Salmanov oyunun hakim inspektoru idi. Rəhim Həsənov da onunla oturmuşdu. Vacin epizodundan sonra durduqca getdi. Ola bilər ki, nəsə bir başqa söhbət oldu, nəsə bir şəxsi müraciət getdi, amma yəni o epizoddan sonra Qurban Qurbanov da orada çox aqressiv danışdı Elçin Məsiyevlə. Vacin epizodundan sonra. Bəli, Vacin epizodundan sonra Rəhim Həsənov durduqca getdi. Bax orada belə də götürək də, yəni bax bu baş məşqçi görür ki, bax bu da futbol oynayır, bu da futbolu bilir, bu da futbol, Azərbaycan futbolunun tarixidir bir nəfər. Bu yavrunun qırmızı vərəqədir. Mən İndi burada kimsə durub desə ki, Kamal Turan Tovuz tərəfindən danışır. Mən deyirəm ki, Vacciyə qırmızı vərəqə verir. Bəli, konkret qırmızı vərəqə.
burada offside xəttini çəkməlisən, göstərməlisən bizə. Həmin andadır. Çəkib göstərməlisən. Meydin epizodunda da VAR-dan xəbərdar gəlməlidir. Bunu göstərməlisən. VAR-dan xəbər zaten mən VAR-dan xəbərdarlıq gəlsə mən çox ona güvənmirəm. Niyə? Çünki mənim öz oynadığım dövrdə VAR-dan elə bir söz gəlib, bir il sonra deyiblər ki, onu biz səhv demişik. Yəni belə bir şey. Rəşad Əhmədov məncə meydan hakimi kimi daha yaxşı hakimdir. Yəni daha potensiallı bir hakimlərimizdən biridir. Nəinki VAR-da. Ümumiyyətlə VAR hakimliyi Azərbaycanda 2 nəfər, yəni Elçin Məsiyevlə Əliyar Ağayev, bu UEFA-nın özündə də elit VAR hakimləridir bunlar. Onlara, digər hakimlərə Rəhim Həsənov, mən keçən verilişdə demişdim, meydandakı idarə etməni düzəldiblər, yaxşıdır. Amma VAR-da Rəhim Həsənov gələndən sonra VAR-dakı boşluqlar hələ də tənzimlənməyib. Vaxt vermək lazımdır təbii ki, Rəhim Həsənova bunu tənzimləsin deyə. Hamısını birdən-birə düzəldə bilməz. Düzəldirsə nə gözəl. Amma bir müddət bir vaxt lazımdır ki, VAR hakimlərinə də yəni götür-qoy eləməyi bacarsınlar. Azərbaycanlı hakimlər düzdür 4 ildir, 5 ildir bizdə var olsa da, yəni Azərbaycanlı hakimlər hələ çox yeniliyə elə bir ki, mən Rəhimə güvənirəm, Rəhimə inanıram. Ondan qabaq işləyən bu əcnəbilərin yerinə Rəhim və yaxud tutaq ki, orada bir başqası kim olsa, mən onlara inanıram, güvənirəm. İnanıram ki, düzəldəcəklər. Amma biz gördüyümüz epizodu tənqid eləməliyik. Bəli. O da bilməlidir. Onun hakimləri də bilməlidir ki, klublar çempionluğu uğrunda mübarizə aparır. Sən çıxart, Vacıya qırmızı ver, çıxart, qoy Qarabağ 2-0 olsun. Bəli. Çıxart vaxtına Vaciyəni qırmızı düşürsə ver. Qarabağda bu qədər belə deyək də təzyiq altında qalmır. Sən axırıncı dəqiqədə penal varsa, fikirləşirsən axırıncı dəqiqədə mən bunu nətər penal verim. Verməlisən qardaş. Offside xəttini sən çəkməlisən. VAR sistemi işləyirdi oyunda. İşləyirsə sən çəkməlisən və ictimaiyyətə göstərməlisən. Və orada oturan insanlar da biri götürür xəttlə belə çəkir, biri belə çəkir, biri belə çəkir. Hamı deyir ki, biri deyir ki, offside var, biri deyir offside yoxdur. Qardaş, sən bunu verməlisən və ictimaiyyət bu futbol kimin üçündür? Azarkeşlər üçündür, bu millət üçün, bu dövlət üçündür də qardaş. Bunlar baxırlar. Və ölkədə ən çox azarkeşi olan iki klub qarşı-qarşıya gəlir. Bu klubların sən iki azarkeş arasında həm sosial mediada, həm sosial şəbəkələrdə digər yerdə sən ajotaj yaradırsan. Ver də bunu qardaş. Vaciyən qırmızısı ver, qoy Qarabağ 2-0 olsun. Tutaq ki, azlıqda qaldı. Bilmək olmaz. Hələ oyun necə olacaq. Axırıncı dəqiqədə bəlkə ona qədər sən qırmızı verəcəydin, bəlkə ona qədər saxlayacaqdı, komanda gətirib axırıncı dəqiqədə Medinanın epizodda penal verəcəydin, oyun 1-1 qutaracaqdı. Mən düşünürəm ki, hakimlər ümumiyyətlə Qarabağ və Sabahın oyunlarında biraz tənqidlər. Nə qədər təcrübəli hakimlər olsa da, bax, keçən həftə Maludanın əlinə dəyən top, bu həftə Umar Əlinin əlinə dəyən top. Umar Əlinin, Sabahın futbolçusu Umar Əlinin əlinə. Orada açıqlama verildi ki, heç bir şey yoxdur, oyun davam etməli idi. Çox qəribə qalır. Verildi elə bir açıqlama. Bəli. Ki, doğru qərar verib hakim. Sonra İmişli ilə oyunda penalti epizodu yenə dedilər ki, hakim doğru qərar verib. Qarabağın bugünkü oyunu, yəni Turan-Tovuzla oyununda, yəni həm Qarabağ, həm Sabahla oyunlarda bu iki komanda arasında ciddi rəqabət var deyə, çempionluq mübarizəsi çox ciddi şəkildə deyə. Bu komanda oyunlarında hakimlər özlərini itirirlər ki, birdən səhv eləyərəm Qarabağ camiyyəsi gələr üstümə, birdən səhv eləyərəm və Sabah camiyyəsi gələr üstümə. Amma yəni bu çempionat sırf Qarabağ və Sabah üzərində qurulmayıb da. Burada Neftçi də var, burada Turan-Tovuz da var. Turan-Tovuz Avrokuboklara oynamaq istəyir. Neftçi nə qədər geri olsa da Neftçi də Avrokuboklara oynayır. Zirə biz Rəşad Sadıqovu hər dəfə yığıb belə deyək də asıb kəsirik. Amma yəni o da ardıcıl 3-cü il, 4-cü il Avrokuboklara getmək istəyir. O da öz klub rəhbərliyi qarşısında öhdəliyi var. Təbii ki, o da əsəbləşir. Yəni, bu hakim bu çempionatı sırf Qarabağ və Sabah üzərindən aparıb dartmayaq da. Bu çempionat üzərindən dartaq və bütün komandaların haqqına girməyə və bütün komandaları belə deyək də qarşı ədalətli olaq. Sən Sabaha qarşı ədalətli olub, Qarabağa qarşı ədalətli olub, digər klublara qarşı başdan solda yanaşsan, bu bir xaos olar, bu xaotik olar. Hamısı çəkilsə çempionatdan. Bir dəfə
Araz Naxçıvan yadından çıxdı. Yəni sizin dövrünüzdə Mən oynayırdım orada. Çəkirdi ki, düz o da bir bəhanə idi, amma yəni adamları da məcbur elədilər də hər oyun Araz Naxçıvana qarşı. Biz də axırıncı oyun gəldi Qarabağla oynadıq. Qarabağ bizə deməli 5 dənə vurmuşdu. Yox, 4-0 uddu bizi. Deməli hesab 2-0 olanda qapımıza bir dənə 11 metrlik cərimə zərbəsi verildi. Mən yaxınlaşdım, orada bir futbolçular da var idi, Askini çempionatda məşqçi işləyirlər çox da. Dedim ki, bu penaltı vurmayın. Çünki bu dedim 11 metrlik cəriməni vurmayın. Dedilər ki, 11 verilib də. Dedim bu, yəni ya bunu 11 deyil də, bu görünmədən hakim verdi bunu. Amma bu 11-ə oxşamır da, bu onda bar sistemi yox idi, belə bir şey yox idi. Dedim vurmayın, bizə yazığınız gəlsin bala. Dedi ki, nə olub, nə məsələdir? Dedim bunu vursaz biz daha Naxçıvana getməyəcəyik. Dağılacaq. Naxçıvana getməyəcəyik. Bax, vallahi deyirəm, o penalı vurdular. Növbəti oyuna getmədik. Növbəti oynadı. Bizə zəng vurdular ki, komandadan Naxçıvana gəlməsin. Bizim paltarlarımız qalıb, orada veşlərimiz qalıb, onlar götürməliyik ki. Bu verilişi də belə bir xoş nöqtə ilə bitirək. Maraqlı bir həftə izlədik. Bizə ayrılan vaxt sona çatdı. Sağ olun, salamat qalın. Gələn görüşdə görüşmək üzrə.